Salam, hər vaxtınız xeyir olsun. 11-ci sinif buraxılış imtahanına düşmüş həndəsə sualıdır. Belə bir trapesiya verilir. Trapesiyanın sahəsinin tapılmasını soruşur. Bunun sahəsini tapmaq üçün gəlin biz buna bir dənə oturacağa hündürlük endirək. Hündürlük endirək. Və bu hündürlük də yan tərəfə bərabərdir. Bura 12-dirsə, bura da 12-dir. Oturacaqları verilib və trapesiyanın sahəsini tapaq. Trapesiyanın sahəsini tapmaq üçün S bərabərdir A plus B bölünsün 2 vurulsun H. Bu düsturla tapılır. Bizdə A2, B4, hündürlüyümüz də 12. S bərabər 2 plus 4 bölünsün 2 vurulsun 12'ye hündürlüyümüzə bərabərdir. 2 üstə 4 gələndə eləyər 6, 6'nı 2'yə böləndə 3, 3 vurulsun 12. O da bərabər 36'ya. Bu qədər sadə bir sual.